Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qurban Bayramı ilə bağlı paylaşım edib. Paylaşımda deyilir, Qurban Bayramınız mübarək. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında daha bir paylaşım edib. Vitse-prezident mətbəxə keçərək keks hazırlayıb. Yerkökü keksi həm sağlam, həm dadlı deyə Leyla Əliyeva paylaşımında yazıb. Bugün Şuşa şəhərində Qurban Bayramı ilə əlaqədar bayram namazı qılınıb. Yuxarı Gövhərağa məscidində qılınan bayram namazında xalqımız, dövlətimiz üçün dualar edilib, əminamanlıq arzulanıb. Bayram namazında ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən vətən övladları da yad olunub, ruhlarına dualar oxunub. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyatı qurumlarla birgə 6-7 iyun tarixlərini əhatə edən Qurban Bayramı günlərində işğaldan azad edilmiş Şuşada qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu 2-ci Qaragenlə hələlik görüşmək istəmədiyini bəyan edib. Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında onunla görüşməyi özünə yaraşdırmadığını deyib. 2-ci Qaragenlə hələlik görüşmək istəmirəm, onunla görüşməyi özümə yaraşdırmıram. Qaragen dini sifətindən başqa siyasi sifətə bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla bağlı görüşmək fikrim yoxdur deyə Şeyx əlavə edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri həmçinin yeni Roma papası ilə görüşəcəyini açıqlayıb. O bildirib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqallar Şurasının Vatikanda görüşü planlaşdırılır. Vatikanda Roma papası Robert Francis Prevost ilə də görüşümüz nəzərdə tutulub. Ümidvaram ki, digər Roma papaları kimi o da yaxın zamanlarda Azərbaycana səfər edəcək.